Xoş gördük əziz dinləyicilər. Artıq biz bir neçə gündür ki, Hindistan və Pakistan arasında olan gərginliklərin şahidi oluruq. Əlbəttə bu gərginlik çox ciddi bir gərginlikdir. Çünki tərəflər çox böyük qüvvələrə malikdir. Düzdür, Pakistan qüvvələrini Hindistanla müqayisə etmək mümkün olmasa da, amma Pakistanın ərazidə çox ciddi müttəfiqləri var. Çin olmaq şərti ilə, Türkiyə olmaq şərti ilə. Məhz bu günləri bütün dünya bundan danışır ki, artıq Fransaya aid olan Mirajların məhz Türkiyə silahı olan Korallarla vurulması və Pakistanın dünən Hindistana etdiyi çox ciddi kütləvi dron hücumları ilə də şahidi oluruq ki, artıq biz Türkiyə silahları orada da öz sözünü deməyə başlayıb və Hindistanda siyasi mülahizələr və siyasi qəzetlər, mətbuat orqanları artıq elə bir vəziyyətə gəlib çatıb ki, Azərbaycanı belə boykot edirlər, Türkiyəni boykot edirlər və bildirirlər ki, biz minlərlə itki vermişik. Əlbəttə biz onların siyasətçilərinə istinadən bunu deyirik. Bu nə qədər doğrudur deyə bilmərik. İddia edirlər ki, minlərlə itki verib Hindistan və biz bu silahlar yalnız Türkiyədə istehsal olunan silahlardır və Azərbaycan kömək edir, Türkiyə kömək edir və bununla bərabər burada elə bir qütb var ki, aydın məsələdir ki, bu günlər Hindistan Amerika ilə müəyyən mənada müttəfiqdir və Pakistan isə müttəfiqləri ortada Türkiyə, Azərbaycan, Çin əlbəttə ki, Rusiya da müəyyən mənada. Amma bütün bunlarla bərabər mən sizə bir məsələni çatdırmaq istəyirəm. Xatırlayırsa, bir ay bundan əvvəl mən bildirirdim ki, biz mədəniyyət etibarilə, din etibarilə Avropalıyıq, Avropaya yaxınıq və Allah etməsin ki, Çinlə Hindistan birləşə. Allah etməsin ki, yəni Çinlə Hindistan müəyyən mənada yaxın bir siyasət yürüdə, onda bütün dünyanı məhv edirlər və ilk növbədə də müsəlmanlar onların ayaqlarının altında qalır. Bu günləri siz Hindistanda aparılan siyasətin nə qədər anti-İslami olduğunu yəqin ki, gördünüz, şahid oldunuz. Baxın, mən bunları deyəndə heç də peyğəmbərlik etmirdim. Heç də peyğəmbərlik etmirdim və mən bütün bunları deyəndə bildirirdim ki, bunlar həqiqətdirlər. Bunlar həqiqətdir ki, yəni müsəlmanların ən böyük düşməni əslində qalsa, elə bu Çin və Hindistanlılardır. Bugün əlamətlərindən də onu gördük. Pakistana qarşı endirdiklərindən də onu gördük. Artıq insanlar yaşayan yerləri vururlar və bütün mətbuatlarında anti-İslami tezislərin qabarıq şəkildə biz şahid oluruq. Bax, biz bunu demək istəyirdik. Bu günləri Çinlə müttəfiqliyi, Hindistanla müttəfiqliyi bir kənara qoymaq lazımdır. Əslində qalsa, biz Avropa mədəniyyət etibarında hər mənada biz Avropalıyıq və Avropa ilə biz illərlə, əsrlərlə müharibə etmişik. Amma bu müharibə belə bir-birimizlə olan bir qardaş müharibəsi kimidir. Çünki bu müharibəni Avropada elə fransızlar da İngilislərə qarşı ediblər və ya da Almanlara qarşı ediblər. Bizlər də etmişik, amma biz heç vaxtı bir-birimizə qarşı soyqırımçı bir taktika yürütməmişik. Amma bu Hindistanlılar və Çinlilər nəzərə alın ki, dünyada 3 milyarddılar və bunların müsəlmana olan nifrəti gətirib sonra elə bir bəlaya gətirib çıxarda bilər ki, siz bu günlər o bəlanı Pakistanda şahid olursunuz. Əgər bugün Pakistan müdafiəsiz olsa, əgər bugün Pakistan köməksiz qalsa, inanın mənə, Hindistan Pakistanı tamamilə məhv etməyi və orada olan əhalini belə soyqırım etməyi gözə alar. Məhz mən bunu deyirdim ki, biz öz müttəfiqliyimiz, biz Azərbaycan olaraq özümüzü düşünməliyik və öz müttəfiqliyimizi yalnız və yalnız Avropada görməliyik. Bəzi insanlar deyirlər, sən niyə Avropa pərəst siyasət yürüdürsən? Baxın, mənə Avropa pərəstliyim bundan irəli gəlir. Çünki mən bilirəm, mən bu altyapını bilirəm ki, bu günləri regionda ən yaxşı müttəfiq və bizim üçün mədəniyyət etibarilə, insanlıq etibarilə, inkişaf etibarilə, insan hüququ barəsində də ən yaxşı müttəfiq Avropadır və biz öz Avropa müttəfiqlərimizlə özümüzü və gələcəyimizi qoruya bilərik. Bizim Avropadan kənarda, Hindistanda, Çində müttəfiqliyimiz yoxdur. Təşəkkür ederim.